Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının layiqli əmək səfirləri ilə görüş keçirilib. Görüşdə dövlətimizin uğurlu sosial siyasətindən, əmək münasibətlərinin rəqəmsallaşdırılmasından, sosial təminat sisteminin genişləndirilməsindən, eləcə də ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətinə yaradılmış əlverişli şəraitdən bəhs edilib. Tədbirdə həmçinin həmkarlar ittifaqları sistemində aparılan islahatlar və tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr, əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, üzvlərin sağlamlığının qorunması, müalicə və istirahətin səmərəli təşkili istiqamətində görülən işlər barədə məlumat verilib. Vurğulanıb ki, ölkəmizin tanınmış və nüfuzlu şəxsləri olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının layiqli əmək səfirləri əmək hüquqlarının təbliğində təşkilata yaxından dəstək göstərirlər. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətindən və layiqli əmək səfirləri ilə bağlı hazırlanmış videoçarxlar nümayiş etdirilib. Qeyd olunub ki, layiqli əmək səfirləri layihəsi sosial məsuliyyətin gücləndirilməsində, iş mühitində ədalətli və sağlam münasibətlərin formalaşmasında rolu önəmlidir. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri kimi, həm də layiqli əmək səfiri kimi Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası çox sıx əməkdaşlıq edirəm. Aparılan dərin islahatlar Cənab Prezidentin sosial siyasətinin davamı və ona uyğun olaraq, onun ritminə uyğun olaraq aparılan islahatlardır və Cənab Prezidentin sosial siyasət sahəsində qarşıya qoyduğu vəzifələrin Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən düzgün anlaşılması və həyata keçirilməsinin bir nəticəsidir. Biz son dövrdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında böyük bir yeniliyin aparıldığının şahidiyik və bu prosesdə davam edir. İstər bugünkü görüşdə səslənən fikirlər və orada bizim baxdığımız təqdimatlar göstərir ki, qısa müddət ərzində qarşıya qoyulan vəzifələr necə yüksək səviyyədə yerinə yetirilir. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının işi cəmiyyətin hər bir üzvü tərəfindən aydın bir şəkildə yeni bir dinamizmlə izlənməkdədir. Layiqli əmək səfiri olaraq da mən şəxsən həm bir səhiyyə sahəsində, həm də bir qanunvericilik orqanının nümayəndəsi kimi bu var olan dəyişiklikləri, yeni layihələr və onların nəticələrini aydın bir şəkildə görməkdəyik. Hər bir işçinin əmək hüquqlarının qorunması yönündə, onların istirahət hüququnun qorunması yönündə, reabilitasiya və sanatoriya xidmətlərinin ölkədə var olan səviyyədən qat-qat daha üstün səviyyəyə gətirilməsi, içində olan maddi-texniki bazaların bugün sanatoriyalarımızda aydın bir şəkildə bugün dünyada qəbul olunmuş Avropanın ən yüksək texnologiyalı aparatları ilə yer dəyişməsi, insan resursları üzərindəki olan dəyişikliklər, bütün bunlar həqiqətən yaxından izləndikcə indidən bizə gələcək haqqında məlumat verir. Görüş çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının layiqli əmək səfirləri Abşeron Sağlamlıq Mərkəzində müalicə və istirahət üçün yaradılan şəraitlə də tanış olublar. Tədbirdə layiqli əmək səfirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən görülən işləri, həmkarlar ittifaqları sistemində aparılan islahatları və yenilikləri yüksək dəyərləndirib, konfederasiya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini bildiriblər. Bir il ərzində ki, bu layiqli əmək səfiri seçilmişəm, görülən işlərlə biz bugün tanış olduq. Həqiqətən bu az vaxtda yenilənmiş komanda ilə çox böyük işlərə imza atılıbdır. Və bugün də xüsusi olaraq mən təəccübləndim. Bax, bu Abşeron Sağlamlıq Mərkəzində mən bu işlərlə tanış olduq biz, yəni. Mən bunu əvvəlki vaxtında görmüşdüm. Həqiqətən çox acınacaqlı idi, çox belə baxımsız vəziyyətdə idi, tör-töküntü. Amma bu günləri sanki bir Avropada olan bir 5 ulduzlu oteli mən sanki seyr elədim. Və biz burada yenilənmiş müasir aparatlar, sağlamlıqla bağlı, tibbi personalla tanış olduq və görülən işlərlə tanış olduq. Mən hətta yataq otaqları ilə
Mən sizə deyim ki, heç də o 5 ulduz oteldə geri qalmır. Mənə də çox xoşdur bu cür konfederasiyasının bir səfiri olaraq bu işlərdə dəstək olmaq. Abşeron Sağlamlıq, yəni reabilitasiya mərkəzinə burada çox yüksək səviyyədə, yəni peşəkarlar çalışır və burada ən son texnologiyalar var. Bu cür yerə görərək, yəni xaricə getməyə ehtiyac yoxdur. Yəni bizim əhalimiz də, bizim vətəndaşlarımız da bundan faydalana bilərlər. Layiqli əmək səfirləri ilə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.